Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about action verbs in Azerbaijani with a little bit advanced level. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in description below to apply and see if our lessons are the right fit for you. Let's get started. First of all, deməli, təxirə salmaq. Təxirə salmaq. Təxirə salmaq. Təxirə salmaq. Təxirə salmaq means to postpone. To postpone. Təxirə salmaq. For example, görüşümüzü sabaha təxirə saldıq. Görüşümüzü sabaha təxirə saldıq. Görüşümüzü sabaha təxirə saldıq. It means we postponed our meeting to tomorrow. We postponed our meeting to tomorrow. We postponed our meeting to tomorrow means görüşümüzü sabaha təxirə saldıq. Second one is qəbul etmək. Qəbul etmək. Qəbul etmək. Qəbul etmək. Qəbul etmək means to accept. To accept. Qəbul etmək. For example, o təklifimi qəbul etdi. O təklifimi qəbul etdi. O təklifimi qəbul etdi. O təklifimi qəbul etdi means she accepted my offer. She accepted my offer. She accepted my offer. O təklifimi qəbul etdi. Rədd etmək. Rədd etmək. Rədd etmək. Rədd etmək means to reject. To reject. Rədd etmək. To reject. For example, onlar bizim təklifimizi rədd etdilər. Onlar bizim təklifimizi rədd etdilər. Onlar bizim təklifimizi rədd etdilər. Means they rejected our proposal. They rejected our proposal. They rejected our proposal means onlar bizim təklifimizi rədd etdilər. İmtina etmək. İmtina etmək. İmtina etmək. İmtina etmək means to refuse. To refuse or decline. To refuse or decline means imtina etmək. For example, mən iştirakdan imtina edirəm. Mən iştirakdan imtina edirəm. Mən iştirakdan imtina edirəm. Mən iştirakdan imtina edirəm. Means I declined to participate. Mən iştirakdan imtina edirəm. Dəstəkləmək. 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 Dəstəkləmək means to support. To support means dəstəkləmək. For example, biz onun ideyasını tam dəstəkləyirik. 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 Means we fully support her idea. We fully support her idea. We fully support her idea means onun ideyasını dəstəkləyirik. Tam dəstəkləyirik. Tənqid etmək. Tənqid etmək. Tənqid etmək. Tənqid etmək. Tənqid etmək means to criticize. Məsələn, müəllim şagirdin işini tənqid etdi. Müəllim şagirdin işini tənqid etdi. Müəllim şagirdin işini tənqid etdi. Means teacher criticized the student's work. Teacher criticized the student's work. The teacher criticized the student's work. Müəllim şagirdin işini tənqid etdi. Müəllim şagirdin işini tənqid etdi. Həll etmək. Həll etmək. Həll etmək. Həll etmək means to solve. To solve. Həll etmək. To solve. For example, problemi tez bir zamanda həll etməliyik. Problemi tez bir zamanda həll etməliyik. Problemi tez bir zamanda həll etməliyik.
Problemi tez bir zamanda həll etməliyik. Means we must solve the problem quickly. We must solve the problem quickly. We must solve the problem quickly. Planlaşdırmaq. Planlaşdırmaq. Planlaşdırmaq means to plan. Biz gələn ay səfəri planlaşdırırıq. 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 Biz gələn ay səfəri planlaşdırırıq means we are planning a trip next month. We are planning a trip next month. We are planning a trip next month. Təklif etmək. Təklif etmək. Təklif etmək. Təklif etmək means to suggest. To suggest means təklif etmək. For example, mən daha sadə bir üsul təklif edirəm. Mən daha sadə bir üsul təklif edirəm. Mən daha sadə bir üsul təklif edirəm. Means I suggest a simple method. I suggest a simpler method. I suggest a simpler method. Mən daha sadə bir üsul təklif edirəm. And last one is açıqlamaq. 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 Açıqlamaq means to explain. To explain. Açıqlamaq. For example, müəllim bu mövzunu ətraflı açıqladı. Müəllim bu mövzunu ətraflı açıqladı. Müəllim bu mövzunu ətraflı açıqladı. Means the teacher explained the topic in detail. The teacher explained the topic in detail. The teacher explained the topic in detail. Müəllim bu mövzunu ətraflı açıqladı. And that's it. I hope you enjoyed. If you're interested in personalized language instruction, please check out the first link in description below to apply and see if our lessons are the right fit for you. Sağ olun, görüşənədək, and don't forget to like, share and subscribe for more useful learning tips. And sağ olun. Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about 25 commonly used verbs in Azerbaijani. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in description below to apply and see if our lessons are the right fit for you. Let's get started. First of all, basic verbs means sadə feillər. Olmaq, olmaq, olmaq is to be. Malik olmaq, malik olmaq, malik olmaq. It means to have. For example, mənim dostum var. Mənim dostum var. It means I have a friend. I have a friend. Etmək. 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 It means to do or make. For example, mən ev tapşırığı edirəm. Mən ev tapşırığı edirəm. Means I'm doing homework. I'm doing homework. Mən ev tapşırığı edirəm. Mən ev tapşırığı edirəm. Getmək. 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 Getmək is to go. For example, biz məktəbə gedirik. Biz məktəbə gedirik. We are going to school. We are going to school. It means biz məktəbə gedirik. Gəlmək. 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 Gəlmək is to come. It means o evə gəlir. O evə gəlir.
O evə gəlir. It means he is coming home. He's coming home. Demək. 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 Demək is to say. To say. For example, o nəsə dedi. O nəsə dedi. It means he said something. He said something. O nəsə dedi. Görmək. 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 It means to see. To see. For example, mən səni görürəm. Mən səni görürəm. Mən səni görürəm. It means I see you. I see you. Yemək. 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 Yemək is to eat. To eat. For example, biz yemək yeyirik. Biz yemək yeyirik. We are eating. We are eating. İçmək. 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 To drink. For example, o su içir. O su içir. O su içir. He is drinking water. He is drinking water. Almak. 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 It means to buy. For example, mən kitab aldım. Mən kitab aldım. I bought a book. I bought a book. Mən kitab aldım. Daily actions. Daily actions. Gündəlik hərəkətlər. Oyanmaq. Oyanmaq. Oyanmaq is to wake up. For example, mən erkən oyanıram. Mən erkən oyanıram. Mən erkən oyanıram. It means I wake up early. I wake up early. Mən erkən oyanıram. Yatmaq. 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 Yatmaq is to sleep. For example, o gec yatdı. O gec yatdı. He slept late. He slept late. O gec yatdı. Oxumaq. 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 It means to read. To read. Mən kitab oxuyuram. Mən kitab oxuyuram. I'm reading a book. I'm reading a book. Yazmaq. Yazmaq. Yazmaq is to write. To write. Mən məktub yazıram. Mən məktub yazıram. It means I'm writing a letter. I'm writing a letter. Dinləmək. 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 Dinləmək is to listen. Danışmaq. 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 Danışmaq is to talk. Gəzmək. Gəzmək. Gəzmək is to walk. Qaçmaq. 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 Qaçmaq is to run. For example, o idman zalında qaçır. O idman zalında qaçır. O idman zalında qaçır. Means he's running at the gym. He's running at the gym. O idman zalında qaçır. Oynamaq. 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 Oynamaq is to play. To play. İşləmək. 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 İşləmək is to work. To work. To work. Social interactions. It means sosial qarşılıqlı təsirlər. Sosial qarşılıqlı təsirlər. Social interactions. For example, görüşmək. 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 It means to meet. Görüşmək. Zəng etmək. Zəng etmək. Zəng etmək. Zəng etmək is to call. To call. Kömək etmək. Kömək etmək. Kömək etmək.
It means to help. To help. Sevmək. 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 Sevmək is to love. For example, mən kitab oxumağı sevirəm. Mən kitab oxumağı sevirəm. Mən kitab oxumağı sevirəm. It means I love reading book. I love reading book. Mən kitab oxumağı sevirəm. Laugh is gülmək. 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 For example, biz çox güldük. Biz çox güldük. We laughed a lot. And that's it. If you're interested in personalized language instruction, please check out the first link in the description. Go to apply and see if our lessons are the right fit for you. We hope you enjoy our video. Don't forget to like, share and subscribe for more useful learning tips. Sağ olun and görüşene dek.